Bu bizi Rusafob olmaqda filan da ittiham edənlər, onlar qatilinə aşiq olan rəzil varlıqlardır. Rusiya onları təhqir edib ömrü boyu. Onların əcdadını Rusiya nəyi var özdə təhqir edib? Həmin adamların. Və bu adamlar o təhqir olunmuşların övladlarıdır. Ona görə Rusiyadan qopa bilmirlər. Üzləri qaradır. Rusun qarşısında üzləri qaradır. Yoxsa bir insan öz millətini qoyub niyə Rusdan yapışmalıdır? Yəni necə ola bilər də insan öz evinin içini qoyub gedib qonşunun evinin içindən yapışsın. Bu mümkündürmü? İnsan öz ailəsini buraxıb da başqasının ailəsindən yapışarmı? İnsan öz atasını buraxıb başqasına ata deyərmi? Bunlar öz atalarını qoyub bir kənara Rusa ata deyənlərdir. Və bugün görün nəyi müşahidə edirəm. Azərbaycan prezidenti ana dilimizlə bağlı danışdı, dilin təmizliyi ilə bağlı danışdı. Bax, həmin o manqurt sürüsü neçə gündür bilirsiniz nə edir? Diqqətimi çəkir. Deməli, sosial mediada, açıqlamalarında, bəyanatlarında hər şeydə paylaşım edirlər ki, sən demə Azərbaycan dilini körləyən türk diliymiş, Türkiyənin türkçəsi. Siyahlar tuturlar ki, bu sözlər bizə Türkiyədən keçib. Dilimizi körləyirlər. Bir dənəsi o manqurtların Rus haqqında bir kəlmə demir. 200 ilə yaxındır Rus dili Azərbaycan türkçəsinin anasını ağladıb. Rus dilinin adını çəkmir bu manqurtlar. Və prezident çıxış edib ki, dilimiz təmizlənsin. Dərhal Türkiyənin üstünə cumur.